İslamda kəbin vacibdirmi? Bəli, İslamda kəbin vacibdir. Son vaxtlar, son zamanlar ortaya atılan şübhələrə qulaq asmayın. Kəbin vacibdir və sizə xəbərdarlıq edirik. Kəbin kəsməyən bilsin, həm günah eləyir, İslamda onun adı zinadır, ağır günahlardandır, kəbirə günahlardandır, imanı aradan aparır və Qur'an-ı Kərimdə haqqında ayələr varımızdır. Zina etməyin, zinaya yaxın getməyin. 2, kəbin kəsdirməyən bilsin ki, üzr istəyirəm, gələcək uşağında haramzadəli nütfəsində problem yaranır. Bəli. Bunun da dəlillərini biz bundan qabaq geniş bir videoda bəhs etmişik. Burada bir daha qısa deyilir. O adamlar ki, kəbini danırlar, bu sualımıza cavab versinlər. İslamda zinanın adlı tanış olmaqdan fərqi nədir? İslamda zinanın tərifi belə verilir ki, əgər insan qadınla Allah Taala'nın, Peyğəmbərin, Əhl-i-Beyt imamlarımızdan gələn bir şeyi oxumasa, onun qadınla, hətta razılıqla da olsa qurduğu münasibət zina hesab olunur. İndi siz deyin, Peyğəmbərin dövründə o adamlar ki, iddia edir, Ədliyyə Nazirliyi kimi qeydiyyat söhbətini eləyənlər, Peyğəmbərimizin, Allahın salamı olsun, ona və Əhl-i-Beytin dövründə evlənən insanlar, nauzubillah, ya zina eləyirdilər, Quran deyir, zina etməyin, haramdır, günah eləyirdilər. 2, ya gedirdilər, Ədliyyə Nazirliyi ola bir yerdə ad yazdırırlar orada ki, buna biz müxalif deyilik, gedin, yazdırın, zaksa girin, rəsmi nikah eləyin. Peyğəmbərin önündə belə bir idara yox idi, yalan danışmayın. 3, Peyğəmbərin yanına gedirdilər, kiminsə yanında bir söz deyirdilər, həmin söz kəbindir.